Salam əziz dostlar. Mən bugün sizlərə Bakının maraqlı rekreasiya məkanlarından biri olan Bakı Venesiyası haqqında danışacağım. Burada gördüyünüz kimi kanallar təbii deyil, insan tərəfindən yaradılmış suni hidroqrafik sistemdir. Məkan Bakı dənizkənarı Milli Parkda yerləşir. Məkan İtaliyanın Venesiya şəhərinin coğrafi landşaft xüsusiyyətlərindən ilhamlanaraq layihələndirilib. Bakı Venesiya Parkı Xəzər dəniz sahilində salınmış suni landşaft nümunələrindən biridir. Coğrafiya baxımından desək, bu məkan insan, təbiət, qarşılıqlı əlaqənin uğurlu nümunəsidir. İnsan təbii mühiti dəyişdirərək onu istirahət və sosial məqsədlər üçün uyğunlaşdıra bilir. Mən bir coğrafiya müəllimi kimi deyə bilərəm ki, Bakı Venesiyası kimi məkanlar məni xüsusi olaraq cəlb edir. Burada insan, məkan, mühit münasibətini, suni kanalların şəhər landşaftına verdiyi estetik dəyəri açıq şəkildə hiss edir. Belə məkanları çox sevirəm, həm dincəlirəm, həm də öyrədirəm. Hər birinizi Bakı Venesiya Parkında olmağa dəvət edirəm. Gözəl anıları və gözəl fotolar, gözəl dincəlmək istəyirsinizsə mütləq burada olmalısınız.